Barbie və Mariposa, parıldayan qanadların simfoniyası nağılı. Gecənin ən tünd qara rəngi belə Floodford sahillərinə çatanda çəhrayı bir parıltıya çevrilirdi. Burada hər şey zəriflik üzərinə qurulmuşdu. Amma Mariposa fərqli idi. Onun qanadları digər pərilənki kimi parlaq naxışlı deyil, sanki ulduz tozuna batırılmış tünd bənövşəyi və qızılı rənglərin qarışığı idi. Mariposa kitabxananın eyvanında oturub göy üzünə baxırdı. Ətrafda liliya çiçəklərindən hazırlanmış fənərlər yanırdı. Hər tərəfdən incə bir simli musiqi səsi gəlirdi. Bu küləyin kəpənək qanadlarına toxunarkən çıxardığı səs idi. Birdən diyarın qoruyucu işıqları solmağa başladı. Şahzadə Carlos təşvişlə ona tərəf uçdu. Amma bu dəfə heç bir səs-küy olmadı. Sadəcə bir pıçıltı. Mariposa, rənglər bizi tərk edir. Mariposa qorxsa da qanadlarını yavaşca açdı. O dostları ilə birlikdə itmiş işıqlar mağarasına tərəf uçmalı idi. Bu yolun hər addımı bir sənət əsəri idi. Suyun üzəri tamamilə ağ nilüfərlərlə örtülmüşdü. Mariposa suyun üzərindən keçəndə qanadlarının əksi suda neon mavi rəngə parıldayırdı. Buradakı ağaclar şəffaf şüşədən idi. Kəpənəklər uçduqca onların rəngləri kristallara dəyib minlərlə göy qurşağına parçalanırdı. Çünki bura kristal meşə idi. Mağaranın dərinliyində Mariposa bir həqiqəti anladı. İşığı geri qaytarmaq üçün parlaq olmaq yox, özün olmaq lazımdır. O qanadlarını bərk-bərk yumdu və bütün qəlbi ilə daxilindəki xeyirxahlığı düşündü. Həmin an möcüzə baş verdi. Onun tünd qanadları birdən-birə alov rəngli, narıncı və parlaq qızılı naxışlarla bəzəndi. Bu sadəcə bir rəng deyil, ətrafı isidən bir nur idi. Mariposa qanadlarını hər çırpışında havaya simli tozlar yayılırdı. Floodford yenidən canlandı. Amma bu dəfə hər şey daha parlaq idi. Mariposa sarayın eyvanında dayananda günəşin ilk şüaları onun yeni qanadlarına toxunurdu. O artıq sadəcə utancaq bir pəri deyildi, rənglərin sərkərdəsi idi. Təsəvvür edin ki, Mariposa uçarkən arxasında buraxdığı iz gecə vaxtı dənizin üzərindəki ay işığı kimi titrəyirdi. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.